Elhamdülillah vahdehu ve salatu ve selamu ala men la nebiyye ba'de. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ugdeten min lisani yefkahu kavli. Əziz və dəyərli qardaşlarımız, sizi Allah Taala'nın ən gözəl salamı ilə salamlayıram. Bildiyiniz kimi biz bir neçə dərs İmam Nəvəvinin Riyaz-ı Salihin əsərini götürmüşük. Burada bir çox məsələlər var. Və bu məsələlərə inşallah davam edəcəyik. Lakin bugün mən Facebook'da bir belə paylaşım etdim. Orada kardeşimizden biri sual verdi ki, qəbirdə əzab olur mu? Qəbirdə əzab oddan yəni odla əzab olur mu? Mən də ona cavab yazdım ki, kardeşimiz özdə bu İslam Haqq Din qrupunda olan kardeşimiz, Teymur kardeşimiz de gözəl kardeşlerimizden biridir. Mən də ona cavab yazdım ki, Allah'a sığınırıq qəbir əzabından və cəhənnəm əzabından. Qəbirdə müsəlmanlar, əməli salih, yaxşı əməl sahibi olan möminlər üçün cənnətdən və günahkarlar və kafirlər üçün cəhənnəmdən bir pəncərənin açılacağı və qəbirdə o neməti və o əzabı çəkəcəyi bildirilib. Bu böyük mövzudur. Qeybi məsələ olduğu üçün ancaq şəriət mətnlərinə istinad edərək fikir bildirmək olar. Əgər maraqlıdırsa və dinləyən olacaqsa, mən WhatsApp qrupumda, İslam Haqq qrupunda bununla bağlı mənbələrə istinadən deyim bəzi o dərinlikləri. Qardaşımız da dedi, əlbəttə maraqlıdır. Ona görə də bu səbəbdən mən də istəyirəm ki, inşallah bu barədə biraz faydalanaq. Və bu barədə mənim həmişə müraciət edədiyim kitab Kitab-ı Ruhdur. Düzdür, bu kitab haqqında müxtəlif sözlər deyilir, ancaq burada bütün məlumatlar toplanılıb. Bütün məlumatlar bu Kitab-ı Ruhda toplanılıb. Ona görə bu məsələdə düşünürəm ki, hələlik indilik bundan daha böyük qaynaq tapa bilmərik. Ancaq bir çox qaynaqlara da baxacağım. Ümumiyyətlə bu günlərsi görsüz kafirlər, dindən dönənlər və hədis inkarçıları var və bunlar deyirlər ki, qəbirlərdə əllərində dəmirdən topuzlar olan kör və kar mələklər görməyəcəyik. Çünki bəzi hədislərdə, rəvayətlərdə gəlib ki, mələk qəbir, insan sorğu-sual olunduqdan sonra əllərində böyük topuzlar olan mələklər onları əzab vermək üçün vuracaqlar. Və bəzi insanlar, hədis inkarçıları bu hədisləri inkar edirlər. Bundan başqa qəbirlərdə ilanların olması, sonra həşəratların olması və odun olması ilə bağlı məsələlər var ki, rəvayətlərdə, hədislərdə var, gəlib mənbələrdə. İnsanların bir çoxu bunları inkar edirlər. Və onlar iddia edirlər ki, biz həmişə qəbirlərə gedib ziyarət edirik, heç bir dəyişikliyə rast gəlmirik. Ölünün qəbir həyatını öyrənmək üçün gözlərinə bir işarə, sinəsinə də belə deyək də bir xardal dənəsi qədər şey qoyuruq. Baxırıq ki, qoyduğumuz kimi də durur. Əgər qəbir əzabı olsaydı, ən azından o tərpənərdi, düşərdi. Və qazdığımız qəbirdə kiçilmə və böyümə olmadığı halda qəbir necə son dərəcə genişləyə bilər, ya da ki, darala bilər. Çünki Allah Resulü s.ə.v buyurub ki, qəbir ya cənnət bağçalarından bir bağçadır, ya cəhənnəm çuxurlarından bir çuxurdur və yaxud da başqa bir hədisində buyurub ki, qəbir mömin üçün genişlənər, kafir üçün daralar. Ona görə də bunlar da deyirlər ki, biz dəfələrlə açırıq, baxırıq, müxtəlif müşahidələr aparmışıq və görürük ki, necə var, elə də qalır, heç bir hadisə baş vermir. Belə deyək də məsələyə zahirən, bu dünyada olan real
görünüşlə baxırlar. Zahirən baxırlar. Yəni real bu dünyada olan görünüşlə baxırlar məsələyə. Qeybi cəhətdən baxmırlar. Onlar məsəl üçün deyirlər ki, ölü ilə ünsiyyət quran və ona əzab edən mələkləri, sonra surətləri alacaq qədər qəbrin genişlənməsi necə baş verir? Eyni düşüncədə olan bidət əhli və zəlalətə düşən insanlar da, hədis inkarçıları da ağla və təcrübəyə uyğun gəlməyən məsələləri danışan, yəni adamı xətalı hesab edirlər. Və onlar deyirlər ki, biz qəbirdə dayanırıq və uzun müddət ərzində qəbirdə yatan sümüklərin o vücuduna baxırıq, yəni sümüklərin özünə baxırıq. Ona nə bir sual soruşulmuş, nə də cavab istənilmişdir. Bədən öz əsl vəziyyətdə olduğu kimi onu yandıran od da yoxdur. Məsələn, yırtıcı heyvanların parçaladığı, quşların deşik-deşik etdiyi bir şəxsin bədən üzvləri yırtıcı heyvanların, quşların və ilanların qarınlarında, küləklərin də önündə, yəni belə sovrulub gedərkən dağılmış bu parçalar necə birləşdirilərək sorğu-suala çəkilə bilər? Yəni belə şübhələr gətirirlər. Sonra yenə onlar deyirlər ki, bu vücudu parça-parça olmuş bir şəxsə 2 sual mələyinin gəlməsi necə düşünülə bilər? Yəni tutaq ki, bir insan yanaraq ölüb və yaxud bir insan parça-parça olaraq ölüb. Yəni bunların necə əzab olunur buna qəbirdə? Kimi yəni şübhələr gətirirlər. Və qeyd olunan qəbir necə cənnət bağçalarından bir bağça ya da cəhənnəm çuxurlarından bir çuxur ola bilər? Və ölünün sümüklərini bir-birinə keçirəcək qədər qəbrin daralması necə baş verir? Bax, ümumiyyətlə bu kimi sualların cavablarını İbn Qayyim Əl-Cəvziyyə vermişdir və bildirmişdir ki, bu mövzu qeyd olunan suallara cavab olacaqdır. Əgər səbirlə sona qədər təbii ki, dinləsək. Və bir neçə fəsildən ibarət olacaqdır. Birinci fəsildə birinci məsələ. Yəni o deyilən bu qədər sadaladığımız şübhələrə cavablar gəlir. Ona görə çox xahiş, əgər yəni məlumatlı olmaq istəyiriksə, çox diqqətlə qulaq asmağı tövsiyə edirəm. Birinci məsələ. Heç bir peyğəmbər ağlın, məntiqin imkansız gördüyü və meydana gəlməsini açıq-aşkar belə deyək də, yəni meydana gəlməsinə açıq-aşkar şübhə edilməyəcəyi bir hökmə, şübhə edilməyəcəyi məsələlərdən xəbər verməmişdir. Heç bir peyğəmbər Adəm əleyhissalamla Muhammed əleyhissalama qədər gəlmiş heç bir peyğəmbər insan ağlının və insan məntiqinin imkansız gördüyü və meydana gəlməsini açıq-aşkar şübhə altına ala biləcək və yaxud da nəsə qeyri-adi bir, yəni baş verməyəcək bir şeylərdən xəbər verməmişdir. Bütün peyğəmbərlərin xəbər verdikləri hamısı reallıqlardır və həqiqətə uyğundur. Və gətirdikləri bu iki qismə uyğundur. Birinci, ağıl və fitrət gətirilən vəhyi təsdiq edir. Yəni insan ağlı və insanın fitrəti Allah Taala'nın gətirdiyi vəhyi nə edir? Doğrulayır, təsdiq edir. İkinci, bərzaq, qiyamət günü ilə bağlı açıqlamalar, savab və əzabın mahiyyətləri kimi mövzularda müzərrət ağılla başa düşülməyəcək qeyblə bağlı xəbərlər. Özü özlüyündə ağıl bu şəkildəki xəbərləri nə edir? Yəni belə deyək, qəbul edə bilməz birdən-birə. Və ağıl tərəfindən şübhəli görünən xəbər
bu iki məsələdən uzaq deyildir. Ya ağla göstərilən xəbər peyğəmbərlərin gətirdiyi deyilən yalan bir xəbərdir. Ya da ağıl yanlış, yəni fasid, yəni sağlam olmayan bir ağıldır. Sağlam olmayan bir ağıldır. Yəni özünü ağıllı görən birinin xəyal və şübhəsidir. Mövzu ilə bağlı Uca Allah buyurur ki, Rəbbin tərəfindən sənə endirilən elmə sahib olanlar Quranın haqq bir söz olduğunu bilirlər. Əziz və həmid olan Allahın doğru yolunu göstərirlər. Səbə surəsi 6-cı ayə. Yenə Quranın Allah tərəfindən haqq ilə endirildiyini bilən kör bir şəxs kimidir. Bu da Rəd surəsi 19-cu ayə. Sonra başqa bir ayədə özlərinə kitab verdiyimiz şəxslər sənə endirdiyimiz kitab ilə sevinərlər. Amma bunların içində Quranın birazını qəbul etməyənlər də vardır. Rəd surəsi 36-cı ayə. Nəfs şübhəli şeydən ötürü nə edər? Sevinməz.